Molla Məmməd ailəsi qazandığı uğurları bu kənd üçün edib və qazandıqlarında da bu kəndə borclu olublar. Ziyalılıq dönəmini də davam etməyə israrlıdırlar. Bunu başa düşməyənlərin əvvəl atasına, sonra babasına, daha sonra ulu babası və cəddəbasına, hətta var ənsarına lənətlər olar. Baxar kör heç nəyi görməz, tək göz Allaha bir gözlə baxar. Əslini danan isə görməyənlər sırasında olarlar. Yalnız öz başlarına və joflarına yaxanlar arvad hamamının kişisi olarlar. Öz nöqsanlarından başqa heç nəyi bəyənməzlər. Küləyin əsdiyi istiqamətə tüpürərlər. Üzləri qoxar, yanları qoxuyar, düzü əyri, kütü iti bilərlər. Şekspir demişən, kütlük əqlə gülər, yalan düzlüyə. Deməli belələri yonulmamış bayquşlardırlar.